Bəs bu, belə deyim də, xarici təhsildə biraz daha maliyyə cəhətdən çətin ola bilər bizim tələbələrə. Təqaüdlərlə maraqlanmısanmı? Yəni təqaüd Bəli, verilirmi? Avropada hər şeyi tamamlayan, hər şeyi cover edən bir çox təqaüdlər var. SI-dır, bu İsveçdəki təqaüdü qarşılayır. Sizə aylıq 1000, 1300 evro verir. Həm universitetinizin illiyindən azad olursunuz. Yəni yetərincə bəs eləyir. Səhv etmirəmsə mənim artıq bir dostum var. Nicat, orada təhsil alır. Nicat soyadı nə idi? Fətəliyev. Fətəliyev. O Nicat Fətəliyevlə biz Ayzəkdən tanış idik. O da mənə kömək olmuşdu əslində ki, məsələn Ayzəkdən tanışım var idi. O mənə kömək olmuşdu ki, SI haqqında daha ətraflı, daha detallı öyrənə biləcəkdim. Yəni referans və çünki proses biraz çox çətindir bu arada ki, transkript, diplom falan hamısını yerləşdirsə elə deyil. Referansda özünüz yazmalısınız. Həm yəni referansda əsas keywordlər var, onları yazmalısınız. Motivasiyada da keywordlər var. Yəni tam istiqamətinizi belli etməlisiniz. Bəli. Bundan əlavə Almaniyada da hər şey qarşılayan təqaüd var, diyeti təqaüdü. Burada da 1200-1500 arası evro ya da 900 neçəsə evro aylıq pul verir və universitet demək olar ki, Almaniyada dövlət universitetləri ödənirsiniz də, o bir problem yaratmır. Yəni amma ki, həmçinin travel costlarınızı bir dəfə qarşılayır. Nə gözəl. Bəli. Fransada da var Eiffel təqaüdü. Daha sonra Litvada da var Lithuanian State Scholarship. Daha sonra İtalyada da var. İtalyada iki cür təqaüd var. Merit base var, akademik base var. Akademik base Hamısının və artıq birinci kursdan bilirdim də istiqamətimi. Yəni yetərincə maraqlanmağa vaxtınız oldu. Bəli. O mənə kömək olmuşdu həqiqətən. Merit based, akademik based siz akademik göstəricilərinizə görə qazanırsınız. Orada 700 evro mu təqribən belə bir sizə aylıq verilir və universitet illiyindən azad olursunuz. Onsuz da İtaliyadakı universitetlərin illikləri çox da yüksəkdir digərlərinə nisbətən. DÖ proqramı daha çox UK-də məsələn Amerikada oxumaq istəyən tələbələr yəni daha prestijli universitetdə və yaxud da ki, məsələn dediyim kimi UK-də və yaxud da ki, USA-dəki universitetlərə təqaüd qazanmaq çox çətindir. Ki məsələn, amma DP proqramı həqiqətən çox kömək olur. Yəni top 10 universitetdə və yaxud da ki, top prestijli universitetdə orada oxumaq üçün DP çox ideal bir məkandır. Çünki yəni həm aylıq həmin ölkəyə görə sizə aylıq verir, həm də ki universitet təhsil haqqını ödəyir. Həm də ki universitet təhsil haqqınızı ödəyir və geri qayıdanda da artıq yəni dövlət qulluqçusu statusu alırsınız. Yəni bu da böyük bir plusdur sizin üçün. Yəni geri qayıdanda artıq rahatlıqla iş tapa bilirsiniz. Mən bir sual verəcəm elə bu danışığımız əsnasında məni düşündürdü bu. Siz mütləq dövlət işində işləməlisiniz və bunu istəyirsinizmi? Yoxsa artıq sən düşünürsən ki, hər hansı bir özəl sektorda beynəlxalq əgər münasibətlər beynəlxalq əlaqələr ixtisasına təhsil aldıqdan sonra çünki özəl qurumlar var ki, onlarda da bu kimi mütəxəssislər çalışır. Sən seçmişsənmi hansı sektorda işləyəcəksən və ümumiyyətlə bu mümkündürmü? Bu ixtisasda oxuyan, amma fərqli bir yolu seçən bir tələbə yalnız dövlət qurumunda işləməlidirmi? Yox, xeyr. Yəni elə bir məcburiyyət yoxdur. Yəni dediyim kimi qrup yoldaşlarım çox özəl sektorda HR kimi də işləyə bilər, PR-da işləyə bilər. Yəni belə bir xüsusi bir məcburiyyət yoxdur ki, bu ixtisas ancaq dövlət sektorudur. Yəni bu ixtisas çox genişdir və bir çox yerə qapı aça bilər sizə. Yəni məsələn bir ixtisasa getmək istəyirsiniz və kömək deyə bilirsiniz ki, bu ixtisas onunla əlaqəlidir. Yəni hər bir ixtisasa əlaqələndirə bilirsiniz bir türlü. Və mən gələcəkdə əslində birinci, ikinci kurslarda əslində çox da fərqində deyildim. Artıq 4-cü kursda fərqinə vardım ki, mən elə bir yerdə işləmək istəyirəm ki, cəmiyyətimə töhfə verə biləcək bir işdə işləyim. Ki istər hal-hazırda işləmək istədiyim targeti tam dəqiqləşdirməmişəm, amma gənclərlə işləmək mənə çox köməkdir. Yəni çox da marağım var. İşləmək istədiyim əslində UN-dir. Dediyim kimi mənim üçün özəl və dövlət sektoru deyil də, mənim üçün işləyəcəyim işin nəticəsidir. Yəni işləyəcəyim iş nəticəsi bir cəmiyyətimizə bir fayda verirsə, mən o işdə işləmək istəyərəm. Ki məsələn, iş texniki bir sahədə ancaq sənədlərlə işləsə, bu sahə mənim üçün heç də maraqlı deyil. Mən istəyirəm ki, işləyəcəyim iş cəmiyyətə fayda versin və dəyişiklik etməyə bir imkanım olsun. Yəni ona görə də beynəlxalq əlaqələr seçmişəm bu sahə üzrə. Bir sual da vermək istirdim. Bunu bayaq verəcəydim, unutdum. Ümumiyyətlə könüllülüklərdən və təqaüd proqramlarından danışdın, amma təcrübə proqramlarını bilmək istirdim ki, sizin ixtisasda təcrübə proqramları çoxdurmu? Ümumiyyətlə əlavə imkanlar varmı? Həm sənin ixtisasında oxuyan tələbələr ondan faydalana bilsin. Həm də ki, ola bilər ki, belə deyək də fərqli ixtisasda oxuyanlar, amma sırf bu sahə üzrə davam etmək istəyən tələbələr də ondan faydalana bilsinlər. Dediyim kimi, universitet illərində sadəcə soft skilllərə fokuslanaraq beynəlxalq gənclər təşkilatında fəaliyyət göstərə bilərlər. Amma universitet bitirdikdə artıq, çünki yetərincə vaxtları olur, nazirliklərin özləri təcrübə proqramları açır.
Xarici İşlər Nazirliyi də açır, Daxili İşlər Nazirliyi də açır, Təhsil Nazirliyinin özü də açır. Onlardan qaliblərindən biri idim. Yəni nazirliklərin özü təcrübə proqramı açır. Yəni yetərincə sadəcə nazirliyin səhifəsini izləsinlər. Yəni orada məlumatlar qeyd olunur və yaxud da ki, təcrübə proqramları kimi Xüsusi WhatsApp qrupları olur. Mən bildiyim qədərilə həmin WhatsApp qruplarında da təcrübə proqramları, təqaüdlər də əslində paylaşılır. belə, bəli, EduMap-dir. Bu ümumi bir proqramdır ki, yəni orada təcrübə proqramlarını araşdıra bilərlər. EduMap platformasıdır. Bəli, EduMap platformasında da məsələn mən maarifçini EduMap səhv eləmirəmsə qrup yoldaşım EduMap-dan görmüşdüm. Mən də qrup yoldaşımdan öyrənmişdim maarifçi proqramını. Hətta dediyim kimi bizim qrup yoldaşlarım çox rəqabətçi idi. Bu proqramı, maarifçi proqramı 4 dənə qrup yoldaşım qazanıb. Amma xəbəriniz yox idi bir-birinizdən. Yox, əslində xəbərimiz var idi. Qazananda çox xəbərimiz var idi ki, qazanıb. Ondan sonra proqramı bilmişdik ki, belə bir proqram var. Okay, aydındır artıq hər şey. Bəs Fatimə, bu ixtisasda ümumiyyətlə bu sahədə daha doğrusu iş imkanlarıyla maraqlanmısanmı? Genişdirmi? Sahələr və rəqabətlilik nə dərəcədədir? Dediyim kimi ümumi bir ixtisasdır bu. Yəni həm özəl sektora da yönələ bilərlər, həm dövlət sektoruna da yönələ bilərlər. PR, HR, project management, beynəlxalq əlaqələr, dövlət idarə etməsi bu sahələrin hər birinə yönələ bilərlər. Dövlət qulluğu alıb o sahədə üzrə yönələ bilərlər. Yəni iş imkanları sizin seçdiyiniz istiqamətdən asılıdır. Məsələn, elə istiqamətlər var ki, sizə çətinlik yarada bilər, çünki rəqabətçidir. Məsələn, beynəlxalq əlaqələr çox rəqabətçi bir istiqamətdir ki, məsələn, bu sahədə iş tapmaq üçün yetərincə bir ekspert olmalısan, mütəxəssis olmalısan ki, istədiyin bir pozisiyanı və yaxud da ki, istədiyin bir vəzifəni tuta biləsən. Yəni dediyim kimi, ixtisas çox genişdir. Seçdiyiniz istiqamətdən asılıdır o rəqabətlilik. Belə. Çox sağ ol. Və ümumi sualım bu olacaq ki, bu ixtisas seçmək istəyən abituriyentlərə və hal-hazırda təhsil alan tələbələrə tövsiyələrin və məsləhətlərin nələr olardı? İlk öncə deyərdim ki, tələbələrə mənim elədiyim səhv eləməyin. Sırf tarixi sevdiyimə görə 3-cü qrup seçmişdim. Amma ki, mən deyərdim ki, tam istiqamətinizi bilin, ondan sonra imtahanı verin. Məsələn, uşaqlardan, abituriyentlərdən, yəni mənim dövrümdə elə idi. Abituriyentlərdən soruşurdun ki, nə olmaq istəyirsən? Qayıdıb deyirdi ki, 3-cü qrupam mən. Yəni maraqlı bir cavab. Yəni ki, ümumiyyətlə, yəni ki, sadəcə bir yerə girim. Mən düşünərdim, geri qayıtsaydım, şansım gətirdi ki, həqiqətən istədiyim bir sahəyə düşmüşəm. Şansım gətirməyə bilərdi ki, istəmədiyim bir sahəni 4 il oxuyum. O universitet illər, məktəb illərində də təkcə dərslərə fokuslanmasınlar, istiqamətlərinə, maraqlarına fokuslansınlar ki, hansı sahəni istəyirlər. Həmin sahələrlə maraqlansınlar, YouTube videoları, research, araşdırma etsinlər ki, bu sahədə davam etmək istəyirlər yoxsa yox. Mənə həqiqətən tarix fənnini bilməyim mənə istiqamət verdi ki, tarixi həqiqətən sevirdim və mən biraz istiqamət verdi ki, sevdiyim sahəni seçə bildim. Yəni deyərdim ki, uşaqlara ilk semestr, ilk kursun ilk semestr çətinlik yarada bilər sizə, amma ki daha sonra asan olur və sizin üçün, yəni həqiqətən bu sahəni sevirsinizsə, çox maraqlı bir dərsləriniz olur. Fənləriniz çox maraqlı olur və çox qarışıq bir fənniniz olur. Həmçinin deyərdim ki, əvvəldə də qeyd etdiyim kimi, bu ixtisas təkcə akademik göstəricilərlə deyil, təkcə akademik göstəricilərlə istədiyiniz vəzifəni tuta bilməyəcəksiniz. Siz özünüzü həddən artıq inkişaf etdirməlisiniz. Həm soft skills, həm də ki təcrübələrlə. Yəni bu ixtisasın özəlliyi soft skills və birazcıq da akademik birazcıq yox, yəni təbii ki də akademik göstəriciləriniz və təcrübə. Bu üçünlə istədiyiniz nəticəni ala bilərsiniz. Əgər ki gələcəkdə idarə etmə, cəmiyyətə töhfə verməyə, təbii ki də digər ixtisaslarla töhfə verə bilərsiniz. Amma özünüzü idarəçilikdə görürsünüzsə, bu ixtisas çox bir ideal bir ixtisasdır. Çox sağ ol Fatimə, təşəkkür edirəm. Həm universitet, həm belə xarici təhsil haqqında əlavə olaraq bizə bir məlumat verdiyin üçün, həm də ixtisasın haqqında məlumat verdiyin üçün təşəkkür edirəm. Siz sağ olun, çox təşəkkür edirəm.